Qılınc oynatma mənim həyatımdır. Deyirdilər ki, qız nədir, qılınc nədir? Sevinəndə təbii ki də qılıncımı öpdüyüm çox olub. Əslində bu maskanın içi kiçik bir saunadır. Adrenalinlə dost olmuşam. Bu idmansız Xədicəni təsəvvür edə bilmərəm. Mən yəni bu qılınc oynatma üçün doğulmuşam. Adicə məsələndənəm mənim bu qılınca nizə deyəndə, məsələn deyir ki, o nizəni qoy yerinə. Bu sözə mənim ağladığım vaxtlar belə olub yəni. Bu qılıncı o qədər çox istəyirəm ki, yəni qəbul edə bilmirəm ki, kimsə buna nəsə pis bir söz desin. Qılıncla danışdığım vaxtlar çox olub. Ən sevimli qılıncım da budur. O qədər qılınclaşırsan ki, o qədər hərəkətli olursan ki, maskanın içi demək olar ki, buxar olur. Həm həyəcan səni biraz da boğur. Maskanın içi də oradan da kiçik bir sauna olur. Bu idman növü şahmatın qaça-qaç formasıdır. Bir hərəkət üçün, yəni 2-3 saniyə üçün 2-3 ay, 4 ay məşq edirik ki, bu 2-3 saniyəni döyüş ərzində yaxşı dəyərləndirək. Deyirdilər ki, qız nədir, qılınc nədir? Bugünkü mənim nəticələrim onlara ən gözəl cavab olduğunu düşünürəm. Ən böyük arzum Olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Bu mənim uşaqlıqdan bəri ən böyük xəyallarımdan biridir və əminəm ki, mən bu xəyalımı da gerçəkləşdirəcəm.